Daşkənddə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Özbəkistanın birinci xanımı Ziraatxan Mirzəyeva ilə çay məsələsi əsasında təkbətək görüşü olub. Doğru Xəbər Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Leyla Əliyeva da övladları ilə birlikdə Daşkəndə yola düşüb. Leyla Əliyeva Daşkənddə oğulları Əli və Mikail ilə çəkilmiş görüntülərini sosial şəbəkə hesablarında paylaşıb. Birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva, Özbəkistanın birinci xanımı Ziraatxan Mirzəyeva, qızları Saida və Şaxnoza ilə birlikdə Daşkənddə Oxungüzar İncəsənət məkanında olublar. Bu layihə Özbəkistanın Prezident Administrasiyası yanında Mədəniyyət və İncəsənət İnkişafı Fondunun sifarişi ilə həyata keçirilib. İncəsənət məkanında keramika, tikiş, zərgərlik məmulatları, həmçinin ağac üzərində oyma nümunələrinin nümayiş olunduğu sərgilər təşkil edilir.